Əməkdaşlarımız son illərdə Tovuz və Gədəbəy rayonlarında bir çox dağ kəndlərinin məktəblərində şagird sayının azalması və hətta məktəbin bağlanması ilə bağlı sujet təqdim edib. Bu dəfə isə əməkdaşlarımız Şəmkir rayonunda dağ kəndlərində olub. Qasımlılar, Şehidlər və Çənlibel kəndlərinin məktəblərində şagirdlərin sayında azalma var. Lakin buna baxmayaraq adı çəkilən kənd məktəblərinin şagirdləri repetitor yanına getmədən məktəbdə yüksək səviyyədə təhsil alaraq ali məktəblərə qəbul olublar. Məktəb rəhbərləri isə bunu sinifdə şagird sayının az olması və bu səbəbdən hər bir şagirddə müəllimin geniş vaxt ayırması ilə əlaqələndirib. Qeyd edək ki, əksər siniflərdə şagird sayı 3-6 nəfər təşkil edir. Sözsüz ki, bütün kənd məktəblərində olduğu kimi bizim məktəbdə də bu problemlə qarşılaşırıq. Bir neçə il bundan əvvəl bizim məktəbimizdə 116 şagird olduğu halda 5 il bundan qabağı götürsək, hal-hazırda 66 şagird təhsil alır. Kənd əhalisinin şəhərə miqrasiya eləməsi səbəbindən bizim məktəbimizdə də şagird sayında azalma baş vermişdir. Bunun mənfi tərəfləri odur ki, siniflər bağlanır, sinifdə şagird sayının azlığında müəyyən problemlərlə qarşılaşırıq, dərsin keçirilməsindən tutmuş fəal təlim metodlarının tətbiqinə kimi. Lakin müsbət tərəfləri də var. Belə ki, bizim məktəbimizdə repetitora ehtiyac olmur. Hər sinifdə onsuz da şagird sayı azdır. Müəllim yetərincə öz biliklərini, əlavə bilikləri şagirdlərə çatdırmaq üçün müəyyən yetərincə ona imkanlar yaranır. Deməli, təxmini 200-dən yuxarı həmişə burada şagird sayı olub, amma hal-hazırda qeyd etdiyim kimi 119 nəfər şagird təhsil alır məktəbimizdə. Mən əsas səbəb kimi onu qeyd edərdim ki, kənddə yaşayan, əvvəllər kənddə yaşayan bir çox ailələr Azərbaycanın paytaxt şəhəri olan Bakı şəhərinə və Respublikamızın digər şəhərlərinə köç etmişlər. Ona görə kənddə əhali sayına ümumi təsir göstərmişdir. Bu da təbii ki, məktəbdə şagird sayının da aşağı düşməsinə səbəb olub. Məktəb rəhbərləri kənd məktəblərinə gedərək ali təhsil alan gənclərimizə də səslənərək ali təhsil aldıqdan sonra kəndlərinə geri qayıtmalarını və kəndlərinin inkişafı üçün öz töhfələrini verməyə tövsiyə ediblər. Kəndimiz Şəmkirin çox gözəl güşəsində yerləşir, Yasamal dağında. Çox gözəl turizm potensialı var. Burada istənilən qədər turistlərin cəlb edilməsi üçün potensial imkan da var. Çox mənzərəli məkandır. Çox istəyərdik ki, bizim ali təhsil alan kənd sakinlərimiz, şəhərdə qalan kənd sakinlərimiz geri dönsünlər, kəndə meyillilik göstərsinlər. Tövsiyəm ondan ibarət olar ki, vaxtilə kənddə yaşayan, hazırda Respublikamızın digər şəhərlərində fəaliyyət göstərən bu kəndin məktəbinin məzunları bu kəndin gələcək perspektivi üçün, inkişaf üçün burada müxtəlif şəraitlər yarada bilərlər, iş qura bilərlər və bu da əhalinin ümumi rifahının yüksəlməsinə səbəb olar. Məsələyə Şəmkir rayon icra hakimiyyəti başçısının yerlərdə olan nümayəndələri də aydınlıq gətirmək istəyib. Çox təəssüflər olsun ki, Çənlibel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi bu barədə danışmaq istəməyib. Qasımlılar və Şehidlər kənd inzibati ərazi dairəsində isə ümumiyyətlə iş vaxtı olmasına baxmayaraq heç kəs yerində olmayıb. Şehidlər kənd inzibati dairəsi üzrə nümayəndəliyin binası və otağı isə kadrlardan da göründüyü kimi o qədər acınacaqlı vəziyyətdə olub ki, burada insanın oturmağı belə mümkün deyil. Mövzunu davam etdirəcəyik. Kamran Əskiparalı, Səs TV Xəbər, Şəmkir.